Yani Vahşi ibn Harb o sonradan İslamı qəbul edib Həmzəni öldürən. Ona görə qeyd elədim ki, inşallah qayıdacağıq ora. Həmzəni öldürəndən sonra insanlar kütləvi şəkildə gəlirlər Peyğəmbər sallallahu əleyhi və səlləm yanına İslamı qəbul eləməyə. Və onların içində Vahşidir. Vahşi ibn Harb Həbəşi idi, qara adam idi və çox güclü, şücaətli adam idi. Fikir verin, Həmzə də elə belə adam olmuyor. Həmzə radiyallahu anhu gecə vaxtı şiri ovlamağa tək gedirdi. Yəni təsəvvür eləyin, belə adam olub. Vahşi onu öldürüb. Lakin indi İslamı qəbul eləmək istəyir. Məsələ də yadındadır Həmzənin. Hətta bəzi rivayətlərdə gəlir ki, öldürəndən sonra ürəyini çıxardır. Düzdür, bəzi rivayətlərdə gəlir ki, hansı qadınlardan biri ona əmr edir ki, onun ciyərini çıxart gətirməni, verməni, onu yiyin və s. deyirlər. Belə rivayətlər bu zəifdir. Nəticə etibarilə Vahşi gəlir İslamı qəbul eləməyə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm xeyməsində əyləşib çadırında insanlar bir-bir girib şəhadət gətirirlər. Əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah sallallahu əleyhi və səlləm. Və bu da girir. Daxil olur çadırına Muhammed sallallahu əleyhi və səlləm. Muhammed sallallahu əleyhi və səlləm onu görür, deyir ki, əntə Vahşi. Vahşi sənsən? Deyir ki, bəli mənəm. Deyir ki, əntə qatəltə Həmzə. Həmzəni sən öldürmüsən? Deyir ki, bəli. Deyir ki, bacararsan gözümə görünməməyi. O da deyir ki, bəli. Deyir ki, vallahi sənə görəndə əmim Həmzə yadıma düşür, çalış gözümə görünmə. Çox sevirdi Həmzəni. Həmzəni çox istəyirdi Muhammed sallallahu əleyhi və səlləm. Ona çox kömək eləmişdi. Çətin günlərində ona çox yardım eləmişdi Muhammed sallallahu əleyhi və səlləm, Həmzə radiyallahu anhu. Lakin burada bir dənə qeyd var, dəyərli qardaşlar, ona fikir verin, həmçinin bacılar. Peyğəmbər sallallahu əleyhi və səlləm İslamın təbliğçisi idi. Və mə alər-rasul illə bələğul mubin. Allah Teala deyir ki, Rasul yalnız nədir? Təbliğ eləyəndir, çatdırandır. Fikir verirsiniz, demədi ki, səndən adam olmaz, sən İslamı qəbul edə bilməzsən, sən beləsən, beləsən. Niyə görə? Çünki din kimindir? Allahın. Dini qəbul eləmək istəyirsən, qəbul elə. Din Allah Teala'nın dinidir. Şəxsi qərəzi eləmədi ondan ki, sənə qəbul eləmək olmaz. Dedi, qəbul elə. Amma çalış gözümə görünmə, sənə görəndə əmim yadıma düşür. Vahşi də Vahşi idi. İstəyir də əvəz eləsin bu hadisəni yaxşı bir hadisə ilə. Elədi də. Abu Bakrın xilafəti vaxtı yalancı Peyğəmbər çıxır. Museyləmə, Kəzzəb Museyləmə. Vahşi deyir ki, Kəzzəb Museyləmən o yalancı Peyğəmbəri mən öldürəcəm. Həmzəni hansı nizə ilə vurmuşdursa o nizəni götürür. İtləyir onu. Və gəlir döyüşə. Həmzəni harasından vurmuşdursa, onu da orasından vurur. Sonra Allaha dua edir ki, ey Rəbbim, ən xeyirlini öldürmüşdüm, indi ən şərlini öldürdüm. Ən şərrini ən xeyirli ilə əvəz eləməyim üçün. Yəni, bununla istəyir ki, günahını tələfi eləsin. Allah Teala hamımızı bağışlasın. Allah Teala onlardan razı olsun. Peyğəmbər sallallahu əleyhi və səlləmin əhli beyti, onun sahabələri, əlhəmdülillah, gözəl insanlar olublar. Əzəmətli bir həyat yaşayıblar. Allah Teala deyir ki, radiyallahu anhum və radu anhu.